Hamıya salam. Gəlin bir düşünək. Müqəddəs kitabda elə bir anlayış var ki, hamı onun haqqında danışır, amma çox az adam əslində nə demək olduğunu dərindən bilir. Bəli, söhbət vəd edilmiş torpaqdan gedir. Bugün gəlin bu qədim vədin pərdə arxasına baxaq və onun dərin mənəvi həqiqətini birlikdə açaq. Bilirsiniz, Yeşua kitabını açıb o uzun-uzadı yer adları olan fəsillərə çatanda, yəqin ki, siz də mənim kimi düşünürsünüz. Ay aman, bunun mənası nədir axı? Elə bil bitib tükənməyən bir coğrafiya dərsidir, deyilmi? Amma görünüş sizi aldatmasın. Bax, o darıxdırıcı görünən o siyahıların arxasında əslində Allahın vədi haqqında çox heyrətamiz bir həqiqət gizlənir. Cavab əslində çox sadədir. O uzun siyahılar bir sübutdur. Onlar Allahın vədinin boş bir xəyal olmadığını göstərir. Yəni bu tamamilə real, sərhədləri olan, ölçülüb biçilən konkret bir hədiyyədir. Allah bununla sanki deyirdi ki, baxın, mən sizə xəyali bir cənnət yox, ayağınızı basa biləcəyiniz həqiqi bir torpaq verirəm. Yaxşı, bəs bu torpaq vədi ideyası ümumiyyətlə hardan gəldi? Bunu başa düşmək üçün gəlin hekayənin lap əvvəlinə qayıdaq. Kənandan da əvvələ, hər şeyin başladığı o ilkin plana bir nəzər salaq. Bəli, düz tapdınız. Söhbət məhz Eden bağından gedir. Ora təkcə gözəl bir bağ deyil idi. Ora Allahla mükəmməl bir münasibətin yaşandığı bir məkan idi və o məkan itirildi. Bax, məhz bu itkini anlayanda vəd edilmiş torpağın əslində nə qədər böyük bir ümid olduğunu dərk etməyə başlayırıq. Gəlin bu müqayisəyə bir anlıq diqqətlə baxaq. Solda Edeni görürük, deyilmi? Tamamilə sərbəst verilən, amma təəssüf ki, itaətsizlik üzündən itirilən mükəmməl bir başlanğıc. Sağda isə Kənan torpağı var. O, itirilənin yerinə bir miras kimi vəd edilib, amma onu imanla, mübarizə ilə qazanmaq lazım idi. Fərqi görürsünüz. Kənan sadəcə bir torpaq parçası deyil. O, itirilmiş Edenin bərpasına dair bir ümiddir. Deməli, bu torpaq bir növ bərpa üçün ümid idi. Yaxşı, bəs İsrail bu hədiyyəni necə qəbul etdi? Onlar buna layiq idilərmi? Yoxsa bu tamamilə fərqli bir prinsip əsaslanırdı? Yəni, onların haqqı yox idi. Sadəcə bir hədiyyə idi. Bax, bu çox vacib bir məqamdır, dostlar. İsrail o torpağı haqq etmək və ya qazanmaq üçün heç, amma heç bir şey etməmişdi. Bu sırf lütfə əsaslanan bir hədiyyə idi. Allahın İbrahimə, İshaqa və Yaquba verdiyi sözü yerinə yetirməsi idi. Bu qədər sadə. Və bu yanaşma İsrailin o torpaqla münasibətini kökündən dəyişirdi. Onlar heç vaxt o torpağın əsl sahibi deyildilər. Onlar əsl sahibi olan Allah torpağında yaşayan bir növ icarədar, yəni qonaq idilər. Və bu da əlbəttə ki, özü ilə böyük bir məsuliyyət gətirirdi. Bu ayət məncə hər şeyi öz yerinə qoyur. Son söz, son sahiblik həmişə və həmişə Allahındır. O torpağı istədiyi kimi verər və itaətsizliyi olanda da geri ala bilərdi. Yəni o torpaq qazanılmış bir mükafat deyildi, əmanət edilmiş bir məsuliyyət idi. Və bu da bizi hekayənin bəlkə də ən maraqlı, hətta ziddiyyətli görünən hissəsinə gətirib çıxarır. Yaxşı, əgər torpaq pulsuz bir hədiyyə idisə, niyə onu qorumaq bu qədər çətin bir məsuliyyət idi? Niyə bu qədər mübarizə tələb edirdi? Yəqin ki, bu sual hamının ağlına gəlir. Axı, o torpaqlar boş deyil idi. Orada o dövrün super gücü olan, Misirlilərin belə fəth edə bilmədiyi möhkəm qala şəhərlər var idi. Belə olan halda hədiyyə bunun harasındadır? Gəlin bu prosesə addım-addım baxaq. Birinci addım, hər şey Allahdan başlayır. O vəd verir. İkinci addım, o fəth üçün yol açır. İlk addımı atır. Amma baxın, üçüncü addım çox vacibdir. İsrail buna imanla cavab verməli və hərəkət etməli idi. Və nəhayət, dördüncü addım, torpağı saxlamaq üçün itaətdə qalmalı idilər. Deməli, Allahın təşəbbüsü həmişə insanın imanla dolu cavabını tələb edirdi. Bu bir tərəfdaşlıq idi. Yaxşı, bütün bu məqam, hekayə, torpaq, vəd, mübarizə, bütün bunların bugün bizimlə nə əlaqəsi ola bilər ki? Deyim sizə, göründüyünüzdən qat-qat daha çox. Gəlin indi bu fiziki mirasın arxasındakı daha böyük, daha dərin mənəvi varisliyə nəzər salaq.
Bilirsiniz, Kənanın fəthi sadəcə 1000 illər öncə baş vermiş bir hadisə deyil. Bu əslində hər birimizin mənəvi yolçuluğu üçün canlı bir bənzətmədir. Xilas yolumuzun bir növ xəritəsidir. Bu hekayə bizə göstərir ki, xilas bizə hədiyyə olaraq verilir. Amma onu yaşamaq fəal iman tələb edən gündəlik bir mübarizədir. Bu slayddakı paralellər sadəcə heyrətamizdir. Baxın, qədim İsrailin yerini bugün biz tuturuq. Onların vəd edilmiş torpağı bizim xilasımızdır. Və ən əsası, onların o torpağı fəth etmək üçün apardıqları mübarizə bu, bizim xilasımızı hər gün yaşamaq, günahla mübarizə aparmaq və daha da müqəddəsləşmək üçün apardığımız mübarizədir. Hər ikisi də lütf hədiyyəsidir və hər ikisi də fəal iman tələbidir. Və bəlkə də bütün bu hekayədən çıxaracağımız ən vacib dərs elə budur. Xilas bizə lütflə, yəni pulsuz verilib. Amma bu o demək deyil ki, biz məsuliyyətsiz yaşaya bilərik. Necə ki, İsraillilər o torpağı qorumaq üçün məsuliyyət daşıyırdılar. Biz də bizə verilən bu möhtəşəm xilas hədiyyəsini qorumaq üçün eyni məsuliyyəti daşıyırıq. Və bu da bizi izahatın əsas ayəsinə gətirir. Qalanıza qayıdın, ey ümid edən məhbuslar. Bu ifadəyə fikir verin. Ümidsizlik məhbusları yox, ümid məhbusları. Bu nə deməkdir? Bu o deməkdir ki, biz bir vədə bağlıyıq. Biz gələcəyə dair sarsılmaz bir zəmanətin, bir ümidin məhbusuyuq. Və bugün sizi məhz bu sualla baş-başa buraxmaq istəyirəm. Sizin üçün, şəxsən sizin üçün bugün bir ümid məhbusu olmaq nə deməkdir? Bu qədim vəd sizin şəxsi həyatınızda, sizin gələcəyinizdə necə əks olunur? Bu mövzu üzərində düşünməyinizi sizə tövsiyə edirəm. Bizi dinlədiyiniz üçün təşəkkür edirəm. Növbəti araşdırmalarımızda görüşənədək.